Salam dəyərli şagirdlər, xoş gördük sizləri. Bugün 27 aprel tarixində deməli 9-cu siniflər üçün buraxılış imtahanı keçirilib. Həmin buraxılış imtahanının suallarını bu videonun altında yerləşdirdiyimiz deməli WhatsApp kanalına keçərək oradan tam şəkildə görə bilərsiniz. İşləməyənlər oradan baxa bilərlər və eyni zamanda sualların izahına baxaq. Birinci sualda bizə deyir ki, şəxs əvəzlərinə aid düzgün fikirləri müəyyən edin. Deməli, şəxs əvəzləri kəmiyyətcə tək və cəm olur. Bəli, mən, sən, o təkdə, biz, siz, onlar cəmdədir. Bu əvəzlərin bir qismi hallana bilmir, yalan deyir, hamısı hallanır. Üçüncü şəxsi bildirən əvəzliklər insan və heyvan və cansız əşyaya aid olur. Bəli, üçüncü şəxs odur, insana da o demək olar, heyvana da, cansız əşyaya da düzgün fikirdir. Cümlənin yalnız mübtədası ola bilir, yalandır. Yəni, hallanaraq müxtəlif cümlə üzvləri vəzifəsində işlənə bilər. Mən və biz əvəzləri yərik halda digər əvəzlərdən fərqli şəkilçi qəbul edir. Bəli, deməli, mənim, bizim, im şəkilçisi qəbul edir yərik halda. Deməli, cavab olacaq 5 də doğruydu. 1, 3, 5 cavab Y variantı. İkinci sualda deyir ki, hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Maraqlı suallardan biri budur. Lalə, Əhməd də, Uğur da hesabat hazırlayırlar. Burada Lalə, Əhməd də, Uğur da demək olmaz. Əgər burada dadəni işlətməsəydi, bunun üçünü həmcins kimi də düşünə bilərdik. Amma burada dadəni işlədib deyə, deməli, o zaman bu sözü, Lalə sözünü ancaq biz xitab kimi düşünəcəyik. Elə cavab A variantıdır. Digər sözlərə baxsaz, baxın. Aysu, Nuray, Zəhra ilə məsləhətləşsin. Aysu ilə, Nuray ilə, Zəhra ilə görürsünüz, sonuncuza saxlanılıb, digərlərində buraxılıb. Həm də burada xitab ola bilər. Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Aysuya xitab da eləyə bilərik. Yəni, iki cür düşünə bilərik. Sabir, Orxan, Turac və Anarla danışılsın. Eynən burada da Sabirə müraciət eləyə bilərik ki, Orxan, Turac, Anarla danışılsın və eyni zamanda bunu həmcins üzv kimi də götürmək olar. Yəni, burada həm həmcins üzv kimi, həm də ki, xitab kimi düşünə bilirik. Digər variantlar da eynən o cürdür. Keçək növbəti sualımıza. 28-ci cavab A-dır. Havanın təmizliyi sağlamlığın birinci şərtidir. Nədir sağlamlığın birinci şərtidir? Xəbər nə? Havanın təmizliyi. Mübtədə nə ilə ifadə olunub? Havanın təmizliyi ismi birləşməklə, deməli, üçüncü növ təyini söz birləşməsidir. Düzəltmə sözlər sırasını müəyyən edin deyir. Dumanlı, oxumaq sözü burada sadədir. Kəsərli, arxayınlıq, qardaş sözü burada sadədir. Digərlərində düzəltmə leksik şəkilçi var. Burada da var idi. Sürməli, deməli, sədaqətli, çəməndən sözü görürsünüz, çıxışlıq haldadır, sadədir. Sürməyi şabalıdır, çəhrayı. Deməli, sürməyi şabalıdır və çəhrayı. Çəhra sözü olmadığına görə burada da bunu çıxacağıq. Ölçülü, ölçü, ölçülü, qayğı, qayğıkeşlik, bağ, bağla, bağlan, bağlantı. Görürsünüz ki, hamısı düzəltmədir. Cavab Y variantıdır. Köməkçi nitq hissələrinə aid sözlərin işlənmə ardıcılığını müəyyən edin. Deməli, əlbəttə modal sözdür. 1, deməli, dünyanın qadınlar idarə edir. Lakin qarşılaşdırma bağlayıcısıdır. 2, ancaq da, deməli, tarixçilər ancaq kişilərin adını yaza bilir. Adını bilirlər. Deməli, burada da ancaq məhdudlaşdırıcı ədaddır. 1, 2, 4 variantı, cavab D variantı. İsmi birləşmədir deyir. İsmi birləşmədir, görürük. Qaça-qaça gələn feil sifət tərkibidir. Yaxşı oxumadan feil bağlama tərkibidir. Ellər yaraşığı. Bax, bu ikinci növ təyini söz birləşməsidir. Deməli, dərs oxuyanda da feil bağlama tərkibi, yarışda qalib gəlmək, bu da məsdər tərkibi. Cavab C variantı. Ələyim sözündə bitişdirici samit işləndiyi nəzərə alınsa, hansı fikirlər doğru olacaq? Baxın, bunu iki cür düşünə bilərdik. Amma burada bitişdirici samit məsələsini deməsəydi. Əl, ələ, ələk, ələyim. Bir belə düşünə bilərdik. Bir də əl, ələmək feili, ələyim, mən ələyim. Burada bitişdirici kimi. Mən ələyim, əmr şəklində. İlk iki leksik yoxdur burada, bitişdirici dediyinə görə, ona görə bunu çıxırıq, feil kimi düşünəcəyik biz. Əvvəlindən mənim əvəzi işlənə bilər, yalan deyir, çünki feildir, feilin qabağında işlətməyəcəyik. Təsriflənən feildir, cavab biri budur. Birinci şəxsdə işlənib, doğrudur. Feili xəbərin ifadə vasitəsi ola bilir. Bəli, feili xəbər olur. Məsələn, onu mən ələyim, nə edim? Feili xəbər olur. 3, 4, 5 cavabımız C variantı.
Növbəti suala baxaq. Hansı cümlədə bütün sözlərin yazılışı ilə tələffüzü fərqlidir? Burada bəzi qalası sözündə məsələn fərq yoxdur, əsas sözündə fərq yoxdur, kəndə sözündə fərq yoxdur. Məsələn, axırdı sözündə fərq yoxdur. Digərlərində də olmaya bilər. Yəni sadəcə mən hərəsindən bir dənə çıxıram elə belə. Sən qalmaz sözündə burada yoxdur. Deməli qonaqlar gələcək. Qonaqlar gələcək. Deməli B variantı. İki söz var, ikisə fərqlənir. İcbar növ feilləri müəyyənləşdirin. İcbar növ. Burada ütülətmək, mişarlatmaq, möhürlətmək. İşi başqasına gördürür. Deməli möhürlə, ütülət burada icbar növ şəkilçisi budur. Mişarlat, möhürlət. Sadəcə burada mən icbar növ şəkilçilərini işarələdim, amma sözlərdə digər şəkilçilər də var. Məsələn, ütü, ütüləmək, mişar, mişarlamaq, möhür, möhürləmək. Yəni icbar növ feillər C variantıdır, digərləri icbar növ deyil. 36-cı suala baxırıq. Verilmiş cümlə ilə bağlı uyğunluğu müəyyən edin. Getmək istəmirdim, ancaq o israr etdi. Deməli, getmək istəmirdim mən, bura mən artıra bilərsiniz. İsrar etdi o. Görürsünüz, bu xəbərin bir mübtədası var. Burada isə getmək istəmirdim xəbərinin mən mübtədası düşünülə bilər. Deməli, bu tabesiz mürəkkəb cümlədir. Tərkib hissələri bağlayıcı ilə bağlanmışdır, fikri doğrudur, ancaq sözü var. Həmcins xəbərli deyil. Dediyimiz kimi mürəkkəb cümlədirsə həmcins xəbərli götürməyəcəyik. Yanlış fikirlərə baxırıq. Tərəflər arasında bərabər hüquqluq vardır. Təbii ki, cümlələr tabesiz mürəkkəb cümlə olduğu üçün bərabər hüquqluq vardır. Tərkib hissələrin biri şəxsi cümlədir deyir, yanlış deyir. Çünki ikisində də görürük ki, şəxslər, yəni mübtədalar var. Doğru 1-dir, yanlış da 4-dür. Cavab olur 1-4. Belə uşaqlar, çalışacağıq mətn suallarını da izah eləyək. Uğurlar hər birinizə. Bu qədər.